Xeyr qardaş, yəni biz heç vaxtı İbn Həcərlə Seyyid Qutubu bir eləməmişik. Yəni görürsən, burada da düzgün məsələni tuta bilməmisən. Bu bir sənədir qardaş, bu savadsızlıqdır. İnsan kitab oxumayanda, insan məsələni araşdırmayanda, insan qafil olanda, görürsən, bizim, mən indi özümdən danışıram, danışıqlardan bu cür anlayır ki, onda sənə görə Seyyid Qutub da sələfidir. Mənə görə Seyyid Qutub sələfi deyil. Sən düzgün anlamamısan, başa düşməmirsən, çünki sən bilmirsən axı. Sən bilmirsən, heç mən nə danışıram? Və İbn Həcər kimdir? İbn Həcərin əsli əhlüsünnə olan, sələfi olan, sünnəni qoruyub saxlayan, bidət əhlindən daim mübarizə aparan adam hara? Kökü bidətçi olan hara? Sən bilmirsən axı. Kim deyir ki, İmam Nəvavi ilə Seyyid Qutub birdir və ya Mustafa İslamoğlu birdir? Yazırlar mənə, subhanallah, deyir, sənə görə onda Mustafa İslamoğlu sələfidir deyir. Seyyid Qutub sələfidir. Batildir, düzgün nəticə çıxarda bilməmirsən. Səbəb də savadsızlığındır. Kitab oxumamağındır, axı. Bundan gedir söhbət. Mən belə danışıram, çıxıb danışıram ki, alim səhv eləyəndə çıxmır, İslam sünnədən hələm çıxmır, qaydalar var, şərtlər var. Mən demək istəyirəm ki, Mustafa İslamoğlu'na, Seyyid Qutub'na bir tuturam. İbn Həcəri, İmam Nəvavini və s. alimləri. Bu, nəticə çıxardım. Mənim sözümdən belə anlayıb. Bu sözü var ha, mənim sözümdən belə anlayan var ha. Mən Seyyid Qutub'la və ya Mustafa İslamoğlu və ya bu bidətçilər var, onlarla bu alimləri bir tuturam onda. Mənə görə onlar da, misal üçün Mustafa İslamoğlu da sələfidir və ya Seyyid Qutub da sələfidir. Bu sözü anlayan var ha, vallahi ən cahil insandır axı, ən cahil insandır. Elmdən zərrə qədər də payı olmayan insandır. İnsan bir elmli danışmalıdır da, subhanallah. Bəs biz danışırıq axı, nə qədər dərsləri qeyd eləmişəm. Bir adam ki, daima sünnəyə sahib olub, sünnəyə xidmət edib, müharibə aparıb bidətçilərlə, sələfiliyinlə tanınıb. Bundan gedir, Mustafa İslamoğlu sələfiliyinlə tanınıb, Seyyid Qutub sələfiliyinlə tanıyıb, belə tanınıb bu, qarışdırırsan, bilmirsən, cahilcə danışma heç olmasa. Bundan gedir söhbət. Diqqətlə qulaq as. Bu batildir, bu subhanallah, insan nə qədər savadsız olarmış ha. Bir insan sələfilə xidmət edib, daim, sünnə əhlidir, dərsləri, kitabları, hər şey, əqidəsi göz qabağındadır sələfiliyi. Belə tanınıb, məşhurdur, sahib sünnə. Thumma, həmin o insan, sonra xəta çıxdı ondan. Bundan gedir söhbət, bundan. Diqqətlə qulaq az. Aydındır? Bundan çıxıb xəta. Məgər Seyyid Qutub və ya Mustafa İslamoğlu və ya onun kimi bidətçilər əsli belə tanınıb ki, əhlüsünnə olublar, sələfidirlər, xidmət ediblər, dərsləri, əqidələri zadı? Yox. Onlar tanınıblar elə bidətinlə. Onlar tanınıblar sünnəyə əks gedməklə. Nöş onlarla mənim sözlərimi bir eləyib yapışdırırsan ki ona. Mən bunu demirəm, qardaş, sən bunu aid eləmirsən, özü də cahilliyinlə, batil düşüncənlə. Elmi söhbət eləmirsən, qardaş, elmi söhbət eləmirsən sən. Ona görə deyəndə ki, bir adam gəlsin, oturaq, gəl söhbət eləyək, qardaş, gəl söhbət eləyək. Elə havadan danışmaqlandır ki, deməli, qulaq az, əxi. İzah edirəm. Bu iftiralara zada sonradan məhəl qoyma. Bir insan sələfidirsə, sünnədirsə, mərufdur əqidəsinlə, tanınıb, sonra o insandan xəta çıxarsa və o xəta istər üsulda olsun, istər əqidədə olsun, istər mənhəcdə olsun, yoxdur fərqi. Nəyə görə deyirəm yoxdur fərqi? Çünki əqidədə belə insan var, İmam Nəvavi, İbn Həcər, indi bu misal buna aiddir, sünnəyə təbliğ edib ömrü boyu, sünnəni yaşadıb ömrü boyu, Allahın dininə xidmət edib ömrü boyu, lakin müəyyən məsələlərdə
əqidə məsələlərində təvil edib və üzürlüdür. Və o təvili, o əqidə xətası mənə və sənə mane olmayıb ondan faydalanmağa, mane olmayıb ona dil uzatmağa, mane olmayıb onun kəramətini salmağa. Aydın da xeyr, bundan yer söhbət. Bundan yer söhbət. Amma sən gəlib mənə deyirsən ki, sənin sözündən belə çıxır ki, Seyyid Qutub da sələfidir. Çıxmır axı, sən çıxartmırsan o, savadsız əqlinlə sən çıxartmırsan, oyun oynayırsan. Bundan yer söhbət. Yəni sən necə buna, yəni mənim sözümdən bu çıxmır axı. Mənim sözümdən bu çıxmır. Sən çıxartmırsansa batildir və zülm edirsən mənə. Necə Şeyxülislam İbn Teymiyyə deyir, rahimehullah. Şeyxülislam İbn Teymiyyə iqrar edir bu qaydanı ki, ləziməl qol, yəni mənim sözümün, yəni Azərbaycan izah edeyim, hətta aydın olsun, mənim sözümün nəticəsi, yəni mən danışmışam, nəticəsindən belə çıxır. Belə çıxır ki, budur. Belə çıxır ki, batildir bu. O mənim sözlərim deyil. Aydındır, bu Şeyxülislam deyir. Nə qədər ki, mən onu iqrar eləməyəcəm deyir. Şeyxülislam deyir, nə qədər ki, onun sahibi, o çıxarılan belə çıxır. Yəni, sənin sözündən onda belə alınır. Onları deyir, o çıxanlar var, ha. Sözdən alınan ləzimlər. Onlar deyir, nə qədər ki, sahibi iqrar eləməyəcək, o onun sözü deyil deyir. Şeyxülislam İbn Teymiyyə. Amma o mənə sözlərini verir, sən çıxartmırsan onu. Düzgün başa düşməyib, sən çıxartmırsan ortalığa. Dəqiqə başı sual verirlər, subhanallah, bəs onda bu bidətçi sələfidirmi? Başa düşməmişsən. Sənlik deyil, qardaş, girişmə, qardaş. Ged işivi gör. El adam danışır ki, sənlik deyil, qardaş, bu sənlik deyil. Sən bunun əhli deyilsən, bunun əhli. Girişmə. Körlüysən, körramısan bütün. Mən nə deyirəm, sən nə deyirsən? Çünki sən bilmirsən axı. Bundan yer söhbət. Ona görə fərqə diqqət etmək lazımdır, oyanmaq lazımdır. Tənbih var burada. Burada o heç incə məqam da deyil, subhanallah. Deyim ki, incə məqamda tutamayıb bu. İncə məqam da deyil axı bu. Bu kör gördür axı. Yəni bu günəş kimi aydın ki, bu fərqlə sən bunu bununla qarışdırırsansa, sən daha heç nə. Aydındır? Yəni elmdən zərrə qədər pay olmayan adamsan sən, qarışdırırsansa. Onda belə çıxır ki, yəni bunlara görə Seyyid Qutub da sələfidir. Çıx belə sən çıxartmısan. Batil zülmlə çıxartmısan. Aydındır? Və bu qısa, yəni bunu izah elədim. Allah təbaraka və teala faydalı eləsin.